Rasional düşüncə və yaxud da rasionallıq nə deməkdir? Yəni sağlam inanc. Sağlam inancın xüsusiyyətlərini Ellis belə təyin eləyir. Bir insanın sağlam düşüncəsinin, inancının xüsusiyyəti budur ki, elastik olsun, sərt olmamalı. Elastiklik, məntiqli düşüncə və inanc və reallığa uyğunlaşdırılmış bir düşüncə və inanc. Bu, rasionallığın, belə deyək, xüsusiyyəti. İrasionallığın xüsusiyyəti bunun tam əksidir. Ellisə görə insanın emosional pozğunluqlarının kökündə irrasional inanclar durur. Bu inanclar həqiqətlə uzlaşmayan inanclardır. Mütləqçi inanclardır. Mütləq tələb formasında olan, sərt olan inanclara Ellis deyir irrasional inanclar. Və həmin bu irrasional inanclar bizim davranışlarımızın, emosiyalarımızın mənfiləşməsinə ən mühüm təsir edən bir şeydir. Burada inanc deyəndə məsələ təkcə biz bəzən elə düşünürük ki, inanc yalnız müqəddəs inanclara aiddir, amma yox. İnsanın daxilən və qəlbən bir şeyi qəbullanması və ona inanması onun inancı hesab olunur. İstər bu inanc müqəddəs olsun, istər bu inanc qeyri-müqəddəs olsun. Hətta müqəddəs bildiyimiz bəzi inancların özü belə irrasional ola bilir. Yəni bu məsələdə nəzərimizdə olmalıdır.